Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsil verənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədi ilə hazırlanıb. Qanun layihəsi 3-cü oxunuşda qəbul edilib. Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları ilk oxunuşda qəbul edib. Parlamentdə süni intellektlə bağlı qanun layihəsinin hazırlandığına da diqqət çəkilib. Bildirilib ki, hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir. Minlərlə developerlər bugün fəaliyyət göstərir. 10 minlərlə məhsullar hazırlanır. Fərdi qədər mən sabah bunu hazırlaya bilərəm şirkəti olaraq və bununla paylaşa bilərəm. Nə TikTok bura, nə digərləri burada məsuliyyət daşımır. Söhbət həmin şəxslərin, fiziki və hüquqi şəxslərin mən bunu hazırlayacağım, mütləq nişanlanma öhdəliyinə qoymaqdan gedir və bu dünyada belə bir praktika var. Mütləq bu məsələ nəzərə alınmalıdır. Çünki trend elə inkişaf edir ki, biz bundan mütləq bu tarazlığı bərpa etməliyik, bu şəffaflığı lazımi formada etməsə bu yarımçıq qalacaq. Yoxsa biz necə? Artıq kimsə hazırlayır, bunu hardasa paylaşır, biz onu təzədən paylaşanda cərimə edilir, amma bunu hazırlayıb eyni zamanda paylaşanlar cərimə tətbiq etmir. Mən istədim, hörmətli həmkarlar, bu fərqi nəzərə alsınlar.